firavan yaşayaq deyə, məhz Qarabağ torpaqlarını işğalçı düşmənlərə verməsinlər deyə öz şirin canlarını sipər etdilər düşmən gülləsinə və bütöv Azərbaycan oldular. Əziz bacım, xatirələriniz çoxdur bilirəm. Çox istərəm ki, Əli ilə bağlı xatirələri bölüşəsiz bizimlə. Salam. Bugün Flor anamızın dediği kimi hər birimiz əlinin ışığına yürümüşük. Şəhid Əli qardaşımın xatirəsi bizim üçün heç vaxt unudulmazdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yeri yurdu bəlli olmayan, bir tək gözümüzü yolda qoyan, hər gün indi gələr deyə nigaran qalan gözlərimizə Allah'tan təskin edirəm. Əlinin ömür kitabını, ömür talih kitabını yazılan bugününü hamımıza bərabər vərəqləyirik. O çox gözəl qardaşıydı. Mənə tək qardaş yox, həm də sirdaşıydı. Günümüz bir yerdə keçirdi. Xatirində yazılan günlərdən bir yerdə dərs hazırlamağımız, riyaziyyatdan mənə kömək eləməyi, onun mənə arzuladıqlarını